İmam Səccad ağanın yazır bir dənə yoxsul qonşusu var idi. Çox kasıb bir insan idi. İmam deyir gecələr tanınmayan bir dənə qiyafə geyinərdi. Üzünü də bağlayardı, gedərdi onun qapısına ona pul verərdi. Həmin şəxs adi vaxtda bilsən nə deyirdi? Deyirdi Əli İbn Hüseyn mənə yardım əlini uzatmır. Yəni İmam Səccad ağa mənə kömək eləmir. Deyir o ki mənə kömək eləmir, Allah Teala mənə görə ona xeyir verməsin. İmam da bu sözləri eşidir. Biz olsaq nə edərdik? Dərhal açardıq ki, mən sənə kömək eləyirəm, gizlində eləyirdim, sən utanmayasan, belə, elə, hamısını deyərdi ya, İmam səbr eləyir, heç nə demirdi. O zaman ki, İmam zəhərlənərək dünyasını dəyişdi, o yardım kəsildi, həmən qonşu həmən anda başa düşdü, vay olsun mənə. Bu yardımları eləyən elə İmam Səccad ağanın özü imiş. Bilirsiniz nə eləyir, tarix yazır buna. Deyir, o həmən insan ki var idi, o qonşu, İmam ona yardım eləyirdi. Deyir, ömrünün son nəfəsinə kimi hər gün getdi İmamın qəbrinə bağışlanma istədi. Hər gün hönkürtü ilə o qəbirdə ağladı.